Keçmiş Sovet hərbi bazasından Su-25 qırıcı təyyarəsini ustalıqla Azərbaycan tərəfinə keçirərək orduya həyati əhəmiyyətli hava üstünlüyü təmin edən ilk Azərbaycan təyyarəçisi olan cəsur pilot, Azərbaycanın milli qəhrəmanı şəhid baş leytenant Vaqif Qurbanov. Baş leytenant Vaqif Qurbanov və Azərbaycanlı hərbçilər 92-ci ildə Stalçay aerodromundan Su-25 qırıcısını Azərbaycana gətirərək milli hərbi hava qüvvələrinin əsasını qoydular. Bu cəsur addım Rusiya tələblərinə baxmayaraq Azərbaycanın ilk döyüş təyyarəsini təmin edir. Onun adı Qarabağ döyüşlərinin qəhrəmanlıq səhifələrinə qızıl hərflərlə yazılıb. Vaqif Qurbanov Su-25 ilə hər uçuşunda düşmən mövqelərinə endirdiyi hər bir dəqiq zərbə ilə sadəcə vətən sevgisini deyil, həm də sarsılmaz cəsarətini və peşəkarlığını sübut edirdi. Qəhrəman pilotun şücaətlə dolu uçuşu 92-ci ilin iyul ayında başa çatdı. Növbəti döyüş tapşırığını yerinə yetirərkən onun idarə etdiyi təyyarə düşmənin Şilka zenit sistemi tərəfindən hədəf alındı və vuruldu. Baş leytenant Qurbanov katapultdan istifadə edərək təyyarədən çıxmağa nail olsa da, düşdüyü ərazidə düşmən tərəfindən yerdən açılan atəşlə şəhidlik zirvəsinə yüksəldi. Baş leytenant Vaqif Qurbanovun misilsiz xidmətləri və böyük qəhrəmanlığı şəhadətindən 33 il sonra 2025-ci ildə Azərbaycanın milli qəhrəmanı adı ilə əbədiləşdirildi. Onun ruhu və adı vətənimizin səmalarında əbədi yaşayır.